Amerika Birləşmiş Ştatları ilə İran arasında razılıq əldə olundu. Biz buna sevinirik. Müharibə heç kimə lazım deyil. Müharibədə heç kim udmur. Müharibədə qalib olmur. Ancaq və ancaq insanlar, ölkə, iqtisadiyyat zərər çəkir və müharibə aparan bütün tərəflər bunun zərərini görür. Ona görə də müharibədə qalib olmadığına görə və sonda da istənilən müharibə sülhlə sonlandığına görə bu münaqişənin də, bu müharibənin də sülhlə sonlanmasına sevinirik. İran qonşu ölkəmizdir. Birgə tariximiz var, birgə coğrafiyada yaşayırıq və ümid edirəm ki, sabah da liderlər arasında bu sülh müqaviləsi bağlanacaq və nəhayət ki, regiona sülh gələcək. Həm yaxın şərqə, həm Qafqaz regionuna, həm bütövlükdə bizim regionumuzda daima sülh olacaq. Sülh olması sərmayələrin gəlməsi deməkdir. Sülh olması insanların yaxşı yaşaması deməkdir. Sülh olması turizmin inkişafıdır və insanların da ləyaqətlə yaşaması deməkdir. Qoy hər zaman sülh olsun.